Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində şəxsi özləri üçün ev çıxdı satışa 59 min manata. Paket kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Yəni bu evi alandan sonra birbaşa qeydiyyata düşə biləcəyiniz bir evdir. Şəxsi özləri üçün tikiblər. Yüksək keyfiyyətlə tikilmiş evdir. Bəzi içərisində natamam işləri qalıb. Onu da inşallah özünüz alıb tamamlayarsınız. Həyətinə bir dənə zəhmət olmasa baxın. Görürsünüz qəşəng təbii qazondur, bax. Görürsünüz. Təbii qazon. Qaz sayğacı, işıq sayğacı, suyu da hazır vəziyyətdədir. Yəni bu paket kupçalı evdir, burada yoxdur, sözü yoxdur. Hər şey var. Davam eləyək. Kanalizasiyada mərkəzi kanalizasiyadır. Kanalizasiyadakı mərkəzi kanalizasiyadır. Burada indi proyekt necədir? Bax bir dənə zəhmət olmasa yaxınlaşaq. Bax bura istəsiz buranı birinci mərtəbə kimi də istifadə edə bilərsiniz. Çünki bütün otaqlara buradan keçməyə xod var. Hal-hazırda bura yarımçıq vəziyyətdə qalır. Bax bir dənə buranı görürsünüz. Bu atmalar atılacaq, üstündən polu, laminatı vurulacaq. Yəni bax əlimi də qaldırıram, hündürlüyü də çox ideal vəziyyətdədir. Yaxınlaşın içəri. Bütün otaqlara keçmək üçün yeri var. Yeri beton styaşkadır. Bax bir dənə buranı göstərək. Orta ara kəsmələrinə qədər qoşa daşdır. Bax orta ara kəsmələrinə qədər qoşa daşdır. Burada splaşnoy betondur, monolitdir. Bax içəridən göstərirsən də. Splaşnoy betondur, monolitdir. Ondan sonra bax bir də sizə izah edirəm burada başqa nə var. İkinci mərtəbənin proyektidir. Bax indi ikinci mərtəbədə sizə göstərəcəm. O qapını müvəqqəti bağlayıblar. Bu zal düzələndən sonra o qapılar açılacaq. Demək olar ki 3 otaq aşağıdadır, 3 otaq yuxarıdadır. 6 otaqlı ev 59 min manatadır. Qiymətində endirim olacaq. Yəni özləri bu evi başlayıblar tikməyə, əllərində material qalıb. Nə qalıbsa onları da verəcək ki bu işləri tamamlamanda sizə dəstək olsun. Bax burada aşağı mətbəxdir. Gəlin bura baxın. Bu birinci mərtəbədə olan mətbəxdir. Mətbəxə aid olan bütün toçkalar, nöqtələr hamısı qoyulub. Bax belədir. Neçə daş kürsülüdür ev? 13 daş kürsülü evdir. Gəlin buradan bax. Əraziyə baxın, görün nə qədər səliqəli evdir. Bütün kəmərdir. Bax bura baxın. Ora qədər betonda splaşdır. Qalanlar da belə kəmər kimi qalıb evlər. Yəni həqiqətən çox xərc qoyulub. Dəmir raşotkalarına qədər qoyulub. Pəncərələri də ki, kariçi pəncərələrdir, bahalı pəncərələrdir. Ev sahibi dediyinə görə bir pəncərəyə nə qədər pul verirsiniz? 400 manat pul verilir bir pəncərəyə. Gəlib baxacaqsınız. Bütün bahalı aksesuarlardan istifadə olunub. Hələ içəridə də var. Gəlin baxaq. 13 daş kürsülüdür, 13 daş kürsülü. Pilləkənin altında da nə düzəltmişsiniz? Sanitar qovşağı var pilləkənin altında. Kombinin də yerini zaten hamısını pilləkənin altında qoya bilərsiniz. Bax, çox kifayət qədər də arxada yeri var. İnterneti var, cross antenası var. Bax, daxil olduq ikinci mərtəbəyə. Bax, ikinci mərtəbədə belə bir koridordur. Bayaq sizə qapı göstərdim, yarımçıq. Bax, bu qapı buradadır. Bu qapını müvəqqəti bağlayıblar ki, o otaq düzəldəndən sonra bu qapı açılacaq, olacaq 3 otaq aşağıda, 3 otaq yuxarıda. Modemləri göstərək. Otaqların kulçatıran hamısının adlarına ayrılıb. Rozetka kulçatılarına baxın. 5 manat alıblar, bax, bu rozetka kulçatının birini. Davam eləyək. Gələk mətbəxə. Bax, bura mətbəxdir. Bax, bir dənə oradan baxın. Görürsünüz nə qəşəng mətbəxi var. Jalüzüdür, kayısı pəncərəsidir, kuxna mebilidir. Bax, bu qaz peçi ilə aspiratoru. Gəlib yerində baxacaqsınız. Firmadır, çox bahalı firmadır. İkisi bir yerdə haradasa bir 800 manat, 1000 manat yaxın qiyməti var bunların. Bunlar hamısı evin içərisində qalacaq. Təp-təzə mebildir. Sizin istəyirsə, baxın suyun gəlməyinə. İstisi soyuqdur. Hər şey qaydasındadır. 59 min manatadır. Satışa çıxarılıb qiymətində endirim olunacaq. Mətbəx stol qalacaq. Hə, istəsiz danışası bunu da saxlayarsınız. Çünki bu qəşəng bahalı stoldur. Bu sırf bu mətbəx üçün ölçülür. Bax, A boylarına gəlib yaxından baxanda görəcəksiniz. Mən belə izah eləyə bilmirəm. Yəni bu bahalı A boydur. Yəni o sıradan olan A boylardan deyil. Bax belə, bunu izah elədim. İndi ikinci mərtəbədəki sanitar qovşağa baxaq. İkinci mərtəbədə sanitar qovşağa da baxın. Demək olar ki, kafel metlaq işləri qalıb. Bütün işlər görülüb. Burada bir dənə də otaq var. İkinci mərtəbənin zalı gördüyünüzdə hələ tam hazır deyildi. Oranı ehtiyac yox göstərməyə. İkinci mərtəbənin zalı tam hazır olmadığına görə, bax gəlin bura. Burada bir otaq var, buranı müvəqqəti zal ediblər, bax. Amma bura əslində qanuni yataq otağıdır. Yəni proyekt gəlib baxanda çox gözəl proyektdir, fərqli proyektdir. Redkrit belə proyektlər olur. Kompakt yaşamağa,
6 otaq, 3 otaq aşağıdadır, 3 otaq yuxarıda. Aşağıda da sanitariya, hamam, tualet, mətbəx var, yuxarıda da sanitariya, hamam, tualet, mətbəx var. Hər şey qaydada, paket kupça. Evində kupçası var, torpağı da kupçası var. Bu evi alıb birbaşa qeydiyyata düşə biləcəksiniz. Şəxsi özləri üçün tikilmiş evdir. 59 min manatadır, qiymətində endirim olunacaq. Allah alına da satana da xeyir versin. Sağ olun.